Hər salam, mən Fidan. Bugün sizə birlikdə bir günlük vlog çəkirəm. İndi mən bayaq səhər duranda nə etdiyimi falan sizə göstərdim. İndi üstümü dəyişdim və kiprəyimi qırdım. Bugün hava çox istidir. Ona görə də götürəcəm saçımı darayıb. Lotus tokayla saçımı belə sarıqdan buradan. Sadəcə belə bir problem var. Mənim saçım çıxacaq. Bugünkü rəngimiz budur. Bir də bəlkə o biri saçımın o tərəfini çatmasa başqa rəngdə istifadə edirəm. Bundan belə tutam buraxıram. Sonra arxada saçımı hörürəm. Yığdım, belə oldu. Məncə yaxşı oldu. Vaxtdan da duruş belə. İndi gedirik çay süzməyə. Evdə belə bir kofe qarışdıran var. Bəlkə bugün ice latte deyə bilərik. Qızana qədər balkona çıxacam. Niyə? Çünki hər videoda balkona çıxmağa söz vermişəm. Evdə şu an limon ağacıyla ağacını göstərmək istədim. Bayağı uzağa var. Əslində bundan limon çıxmışdı 2 dənə. Siz o qədər ağırlıq edirdi və bu daşıya bilmədiyi üçün düşürdü. Biz qopartdıq ona görə. Amma bunda hələ ki feyxla çıxmıyor. YouTube'da 820 abunəmiz var şu anlıq. Çox təşəkkür edirəm. Həqiqətən minnətdaram. Tutanam video qalarında 5 şey olar. Çox şad xəbərim var. Temu kargolarım gəlib. Yəni Temu kargomda nə var videosuna çox az qaldı deməkdir, amma deyib götürməyə hələ ki risk eləməmişəm. İndi biraz baxma eləyək. Günəş kremi sürtəsəm, Nivea lip balmını sürtəsəm, ucunu belə bağlayacağım. Nivea sürəsi olmadım. Belə bir şey var, bunu sürəcəm indi. Bunda qaşığı var. Buradan götürüb sürürəm dodağımı. Yəni üzüm biraz parladı. Stişanı yəqin görmüşsünüz hardasa, mütləmənəm. Nəysə bu içini çalışacağım bunu. Daptırımı göstərəcəm. Bunu mən eləmişəm. Mən də çox qəşəng oldu belə. Bu arada sizə çox xoş bir xəbərim var. Biz inşallah tətilə getməyimizə çox az qalmışdı. Amma beləncə tətil valisi hazırlama videosuna çox az qaldığını desəm daha çox anlayarsınız. İnşallah gələn həftə gəlməsini düşünürəm. İnşallah gələn həftə tatil valizimi mənimlə hazırla gələcək. Sonra tatil vlog bir də həm yolculuq, həm də tatilin birinci günü. Belə İnşallah tam 3 günlük belə bir tatil. Sonra üstə gəlsin aquapark var, My Beach. İnşallah oraya getməyi düşünürük. İnşallah oraya gedərik. Oranı da sizin ayrı bir vlog olaraq çəkərəm. Bir də mən sizlər düşündüyümüz və mən bir dənə belə bir anket eləmişdim. Orada vlog və ya makyaj çantamda nə var videosu olaraq. Amma orada makyaj çantamda nə var videosunu istəyəndə oldu deyənə. İndi bu videoda onu da göstərəcəm. Makyaj çantam beləncədir. Bunu Temu'dan vurmuşdum. Temu alışverişimdə yəqin görmüşdünüz. İndi bunun içindəkiləri sizə bir göstərəcəm. Önərəcəklərim də var, önərməyəcəklərim də var. Kiprik qıvırıcı. Evdə 3 ədəd kiprik qıvırıcımız var və ən gözəl budur. Bu mənimdir. Lazımcı çəkməkdəsindədir. Belə bir sponsum var. Bu arada yersiz gedə bilərəm. Sponsum var. Bunu belə pudra yaymaq üçün istifadə edirəm. Bu da Temu'dan dostum vurmuşdu, ondan almışdım. Bunun dəsti süngəri də var. Hətta süngərini göstərəcəm. Belə bir onun süngəri də var. Əslində Səhrayı videoda elə düşür. Bunu yenə qoyalım. Məncə yəni Temu'dan gələn bir şey çox yaxşıdır. Sonra belə bir o fırça dəstim vardı. Yuxarıda makyaj masa tonudur. Oradan götürdüyüm belə bir 3 ədəd fırça var. Bununla fondöten yayıram gözümün altına. Highlighter fırçam və bilməm bəlkə Edzin vlogunu görmüşsünüz. Karandaşı beləncə yaxıb sonra bunu belə elirləri liner kimi. Mən liner yaxa bilmirəm deyənə. Onca elə istifadə edirəm. Sonra bir ədəd maskaram var. Bunu çox sevirəm. Bu artıq hamının məncə tanıdığıdır. Sonra bu pomada Icon 4'də vardı. Bunun iyi bilsinizə çox qəşəngdir. Yəni 4 manatlıq bir pomadaya görə məncə ala biləcəyiniz ən gözəl verimdir yəni bu. Faberlic-nidir bu arada. Bitmiş üzrü olan bir fondötenim var. Bunun fullü var. Amma anlamda da bu dəqiqə o. Bunu sonra bu qutarsın tam ondan sonra götürəcəm. Bir də bunlar var. Bunlar bilsin nədir? O fondöteni mən bura boşaldıram ki, sumkada yer çox olur, dolurdu. Ona görə mən bunun için doldururam. Bir də pudramı da bunun için doldururam beləcə. Pudram da şu an anamdadır. Sonra bəyək dodaq önündən göstərim. Bəyək göstərdiyim belə bir lip oil şimşək və Nivea'nın belə bu hədiyyədir. Səbri adlı dostum vardı, o hədiyyə eləmişdi. Sonra dodaq karnaşımın birini xalam qızı çox istədiyi üçün xalam qızına hədiyyə elədim.
Amma beləncə bu məkindi, bunun englisidir. Prosta üstündə Mr. Olsh yazılmışdı. O söz demirəm, onca üzülsən. Bunun rengi belə qəhvəyimsi bir rengi var. Bu da çox qəşəngdir. Bir də bu var, highlighter. Bu da çox sevirəm. Evdə 3 dənə highlighterımız var. Ən qəşəngi budur. Sonra belə bir karandaş kimi şeyimiz var. Bu biz sizin onun arkasındakini qaşlarmaq üçün beləncə belə istifadə edirəm. Arkasında da qaş karandaş var beləncə. Onu da line kimi istifadə edirəm. Çünki çox qəşəng burada. Sonra Flamar'ın ağ göz karandaşı var. Bu çox qəşəng. Harda görsünüz alın. Sonra Benetint'in belə tinti. Mən bunu çox sevirəm. Ona görə buna daha çox istifadə edirəm. Belə bir lifting kipri darayanım, amma heç vaxt lifting elətdirməmişəm. Çünki bilirsiniz, mən öz kipriyəm azdır, amma öz kipriyəm də o qədər yumuşaqdır, onları qeyə bilmirəm. Sonra belə bir də süngər, bunu amma dəyişməliyəm indi. Onun təzəsi də burada qoymuşum. Axı o da məxtə çox aşağıdadır. Bir də bu tokalarda o birisi onun toka. Bu tokalarda Temidan vermişdim, məndə çox yaxşıdır. Beləncə, məsələn, çolkavızı yığmaq istəmişsiniz, amma bunu beləncə edirsiniz. Baxın, getdi sırası. Mən ona görə bunu çox sevirəm. Duruşda bir qəşənglik var, şurası tam Pinterest var. Belə bir bilərziyim var, bunu keçəndən almışdım. Bunun üstündəki mıncıqları açıb, indi dəvədiyə saça belə düzürləri, elə bir şey eləmək istəyəm. Siz deyin, hə, yox. Sizə bu bilərziyə qıyım, yoxsa yox. Buna indi yığım gəlir. Uşaqlıq çəkimi göstərmək istədim. Mən belə bir baxça bir şeyim var. Bunu tapmışam təzəliklə. İndi sizə buradan öz uşaqlıq çəkimi göstərəcəm. Uşaq vaxtı çolkam vardı. Bundan göstərsəm belənsi. Məncə dəyişmişəm bu arada. Amma taklit edən bir ədəd fidan. Oyuncağı əlimə verdilər, dedilər sənə verəcəyik. Və mən o qədər içdən gülümsədim. Sonra mənə qayıtdılar, dedilər ki, oyuncağı verdilər və ağladım yarım saat. Əgər panamı daha yaxından görmək istəmişsiniz, indi sizə onu bir dənə belə boydan çəkəcəm. Saat artıq 12-dir. Yəni saat 1-ə falan az qalmışıq. Bunu bilirsiniz nədir? Bu dediyi belə saça buralar. Mən bunu Sədərəkdən almışdım. Deyəsəm 5 manata ya da 7 manata almalıydım. Mən onu eləyirəm. İndi şəklini bura tapıb qoyacağım. Yaxşı belənç eləyim. Çox qəşəng eləyirəm də. İndi isə bir də corabla elədiyim şəklini bura tərəfə qoyacağım. İkisini qiyaslayınca onun hansı daha qəşəng alınır. Məncə corabla olan daha qəşəng alınır. Çünki corabla elədiyimin arkası da alınır. Amma bunda elədiyimdən biraz boş olur. Dostlar, biz yay alışverişimizi eləmişik, amma mən həmin momentlərdə üzümü çox göstərmədiyim üçün həmin o vlogu bəyənib silmişdim. Yəni, amma sizə aldıqlarımı göstərəcəm. Çoxun etiketi falan üstündə qalıbdı. Bura asmışım, onları götürəm. Belə bir polo köynəyi almışdım. Bunu ağ yubqam ilə geyinmək üçün almışdım. Ağ yubqamı da indi göstərəm. Onu da ad cümlə almışdım. Sonra belə bir şort almışdım. Bunu da defakto almışdım. Bunun qiyməti 18 manat. Sonra belə bir bu şortla geyməyə belə bir şey almışdım. Bunun da qiyməti səhv eləmirəm, Sivak'dan almışdım. Qiyməti deyəsən bunun 18 manat falan vardı. Sonra defaktodan bir də belə bir şort almışam. Beləncə bunun da qiyməti 28 manat, 29.99. 27.99. Mən Zara model 2 dənə belə bir köynək almışam. Bunun burada şey qalıb, amma qiyməti yadımda deyildi, yəni. Bundan 2 ədəd almışam. Biri belənən, biri bacımın, mavi olan bacımın bu arada. 2 ədəd də şalvar almışam. Biri ağ rəngdədir. Belənsi necə başlayalım? Bol pasa şalvar deyirlərdi bu şalvara və belə qaşlıdır bu. Ədəd də qaş şalvar almışam. O da belənsidir və pasası çox qaşlıdır belənsi. Bunu da 40 manata almışdıq, bazardan almışdım. Yəni yay alışverişini aldıqlarım bunlar idi. Takı olaraq da ki, ən çox xalqı sırğı falan almışdım. Onlar da ki, yəqin ki, toxunu bayrama falan, sinir tədbirinə falan taxdıqlarım, acımə taxdıqlarım idi. Yəni, amma o köynələri göstərdiyim və yaxud ki, köynələrin çoxunu heç geyməmişəm, yəni. Bəzilərin etiketi belə üstündən qalıbdı. Konuda oturmaq qərarına gəldim, çünki ev istidir və balkon bir dənə sərindir. O da birazdan günəş düşəcək bura, burada heç oturamayacam. Açsam beləncə və tökürəm. Üstünə biraz da bu kofedən atıram indi. Məncə köpürdü bu qədər. Saatı da deyim. Özü 2 işləyib 14 dəqiqə. Məncə vaxt çox tez keçir. Sizə bir dənə Pandora üzüyüm var. Onu bu qaba qoymuşum, onu göstərəcəm. Bunun dəstəkli də var. Məncə çox qəşəngdir. Amma böyük bir problem var ki, mən gümüş sevmirəm. Bunu 14 yaşında almışdım, ad günə hədiyəsi olaraq.
Neyse. Bundan tripod sipariş vermişəm. İnşallah qəşəng gələr. Həqiqətən çünki tripodum qırılıb. Necə qırıldı? Qardaşım tapatdı və qırıldı. Qardaşım buradan bir alqış. İnşallah tripodum tərar rəngi sipariş vermişəm. İnşallah çox soft gələr, çox qəşəng gələr. Gəlməsə, neyəcək, ağlayacağıq heç nə. Balkona yenə çıxıram, çünki son oturmağımda. Çünki artıq günəş gəlib, düşüb balkonumuza yavaş-yavaş. Bir də məndən sabahlamacı vlog istəyirsiniz. Mən sabahlamacı vlog çəkişsəm var, biz sizin olar. Evdəkilər mənim səsimə durarıq. Vallahi elə bir maalesef şeyimiz var, zorunluluq. Amma inşallah bəlkə tatil vlogda getdiyimiz hovuzda evdə bir gün sabahlaya bilərəm məsələn. Orada sabahlama ola bilər. İndi sizə bir şey göstərəcəm, amma bayaq elədim. Baxın. Gələcəyini düşündüyüm suallardan biri də parmağımdakı yara. Bu yara deyil, bu xaldır. Mənim bu uşaqlığımdan bəri məndəndir. Beləncə. Canlarım artıq saat 4-dür, yox, 5 tamamdır. Yavaş-yavaş hazırlaşırıq və bacımdan həyətə düşməyi düşünürük. İndi mağazaya falan gələcəyik. Kombinimi elədim, beləncə bir şort geyindim, üstünə gəlsin. Altdan belə bir köynək giymişik və üstünə sarçıqa. Saçımı zaten açacağım, amma indi bunlarla belə tutdurup makyajımızı eləyək. Zaten çox hafif edəcəm, çünki hava 40 dərəcədir və bu 40 dərəcəlik istidə makyajımı bacım ağlan gülür bu arada. Günəş kremi ilə başlayırıq. Oha, günəşə bax. Evdə məndən çox günəş kremi işlədən bəşri yoxdur. Birinci anamdır, sonra mənim və bacımdır, yəni beləncə. İndi günəş kremi yayıram, gözümün altına vururam. İnşallah bir şey olmaz, çünki bütün YouTuberlar falan elə vurur. Günəş kremini belə yaydım. İndi isə fondötənə keçirik. Fondötəni çox az vuracağam. Çünki bu 40 dərəcəlik istidə üzümdəki fondötən zaten əriyib suya dönür. Günəş kremi sadəcə gözümün altına bir damcı vuracağam ki, o da gözümün altındakı göllər getsin. Yəni zaten 40 dərəcə havada pişirik. Öyle yoxşuram. Sponsor ısladıb vururam. Qonşu drellə işləyəcək dostlar. Çox gözəl yəni. Videomuza qonaq olmaq istəyirlər. Sağ olsunlar, başqa payları olmasın. İndi çipiyimizi qıvırırıq. Qıvırayım geleyim. Çipçilərimi də belə qıvırdım. Bununla qaşlarımızı indi darayacağıq bu dəqiqə bu tərəfinə. Böyle və bu tərəfi də eləyirik eyni şəkildə. Bir də ki, buna line üçün şey eləyirik. Onun içində, ay, bu fırsat. İndi bu dodaq karandaşı ilə dodağımızı çərçivələyirik. Hava o qədər istidir ki, dodaq karandaşı əriyib. Dodaq karandaşını isə pamadan keçdim, belə oldu. Üzərinə də, üzərinə deyirəm, təşkim, highlighter vururam. İndi highlighterda sadəcə burnumun beləncə üstünə vururam. Sonra beləncə göz kənarlarıma, bir də baxaraq eləmirəm, güclüyə baxıram. Sonra gözümün kənarı və qaşımı beləncə altına vururam. Bunu məndən linkin istəyinci sadəcə 2 nəfər olub indiyə qədər. Amma linkini tapa bilmirəm. Sonra highlighteri beləncə bununla belə yayırıq. Gözümüzün altına yayırıq. Məncə yaxşı oldu. İşıqla daha gidiyor gözə. İndi tinti vuracağım, üstünə də pudran geçsin və qutaracaq makyaj. İndi bunu beləncə vururuq. Yanağımız sanki Bodrum günəşində yanmışcasına. Yəni İnşallah mən çox getmək istədiyim yer bu arada Bodrumdur. Həyatımda yəni yuxularıma belə girən şəhərdir, yəni Bodrum. Antalya və Bodrum. Ən çox Bodrumu istəyirəm, amma Bodrum sokaq, Alsatı falan. İndi pudranı da vuraq və sonuncu adımımız olan pudramız. Bu pudranı da bir dənə gözümün altına vuracağım bu səfər. Çünki qalan hər yer ya parlaq olsa da olar. Pudranı vurmayan da elə bilirəm ki, makyaj ustacaq, ona görə pudranı vururam. Yəni başqa heç bir şey görmürəm. Və YouTube'da gördüklərim qədərilə Rosmante'də yəni bir dənə pudra var, banan adı nədir adı. O pudranı o qədər övürlər də. Edizin aldığı məzuniyyət vlogundakı pudranı deyirəm bu arada. Gedib baxa bilərsiniz, istəsəniz Osmanlıda da var. Makyajımda bu belə görsənir. İndi saçımı yığım gəlirəm. İndi makyajım bitdi, saçımı da yedim, saçımda beləncə elədim. Kombinim məncə çox idi, amma nə eksik düşünün, takılarım. Takı olaraq da belə bir halqa sırğa taxıram. Onlar biraz yekəydi, ona görə bunlardan dəyişdirəm. Çünki onlar biraz yekə durdu. O sadəcə açıq saçdan daha çox yaraşdığını düşünürəm. Məsələn, belə daha soft durdu. Həm də arxadakı qılı sırğamla da daha qəşəng getdilər. İndi
İndi sep olaraq da belə bir kəpənək sepim var. Bunu taxacağam. Çünki indi saçımla və kombinimlə bu belə getdi. Ulduzlu sepimi çıxartmalı oldum. Bu gün onu taxmamışdım. Heç yadımdan çıxmışdı səhər-səhər. Sep belə durdu, sırğalar belə. Biləzik olaraq da qolumda həmişə bunlar olur. Bunlar ametistdir, dirək iplidir və digər ikisi də xalamın hədiyyəsidir. Əslində biri hal-hala ayağıma taxacağam. İndi bazına çıxdıq və gedirik. İndi düşdük və mağazaya gedirik. Mağaza veyləni indi. Axtarırıq görək. Bunları aldıq. İndi Simiska ilə başlayırıq. Günü belə açırıq. Şu an bazımla Simiska çıxdırırıq. Birazdan da evə qalxacağıq. Öncə saat 7-dir və biz evə çıxdıq. Bacımın saçına baxın, görə belə. İndi evə gəldik, biraz dincəl, videonu təzə. Canlarım, videonu burada sonlandırmaq istəyirəm. Ucu zaten axşam oldu, yəni bu gündən başqa da heç nə eləməyəcəm. İndi o bir videoda görüşmək üzrə, hələlik.